Salamlar. Nitq qabiliyyətinin inkişaf etdirilməsi üsulları haqqında sonuncu paylaşımdır. İndiyə qədər söylədiklərimizi, mülahizələrimizi, faktları və s. yuvarlaqlaşdırsaq, yekunlaşdırsaq, aşağıdakı qənaətlərə gələ bilərik. Birincisi, axıcı, səlis, təmiz nitq insanın öz nitq orqanlarını davamlı, sistemli şəkildə məşq etdirməsindən asılıdır. Lütfən demosfeni xatırlayın. Ağız, dil, dodaqlar, ağciyərlər daim məşq etdirilməlidir. Məsələn, indi müasir dövrdə qələmi dişinizin arasında sıxırsınız, bir dəqiqə ərzində bir kitabı ucadan bəlağətlə, gözəl bir şəkildə oxumağa çalışırsınız. İkincisi, insan öz şuurunu, zehnini, təfəkkürünü, əqlini aydın, açıq, parlaq tutmağa çalışmalıdır. Və obrazlı desək, şuur bərrak vurmalıdır ki, səlis bir nitq səsləndirə biləsiniz. Bunun da öz metodları var. Mütaliə heç şübhəsiz bu metodlardan biridir. İkincisi, meditasiya çox kömək edir. Üçüncüsü, rasionallıq prinsipi. Bu prinsipi heç vaxt pozmaq olmaz. Bu prinsipi pozaraq ən gözəl, mükəmməl bir nitqdə səsləndirsəz, cəmiyyətin yarısı sizi tərifləsə də yarısı sizi söyəcək. İndi məni söyərlər deyə mən yaxşı nitq söyləməkdən çəkinim filan. Bunlar bilirsiniz, biz görünən və görünməyən çərçivələrlə əhatələnmişik. Nədir rasionallıq prinsipi? Birincisi, sosial mühakimə qabiliyyəti güclü olmalıdır insanda və bu sosial mühakimə qabiliyyətini də maksimum yararlanmaq lazımdır ki, nitq mükəmməl olsun. Real politik, yəni sosial reallıqları ölçüb, biçib, saf çürük edib, onu nitqə otuzdurmaq lazımdır. Və bu rasionallığın ikinci bir sütunu var. Buna Bayesian teoremi deyirlər. Bu teoremdən süni intellekt proqramlarının hazırlanması zamanı da çox geniş istifadə olunur. Və siz suallar verirsiniz süni intellektə. Süni intellekt sizin suallarınızı da bax, məhz bu Bayesian teoreminin işləmə prinsipinə uyğun şəkildə ona əsaslanaraq cavablandırır. Nədir Bayesian teoremi? Nitq qurarkən də bu Bayesian teoremindən yararlanmaq lazımdır. Məsələn, birinci mərhələdə bir mövzu götürürsünüz, bir mülahizəni götürürsünüz. İlkin mülahizə. Bu mülahizə var. İkinci mərhələdə bu mülahizənin ya doğruluğunu, ya yanlışlığını sübuta yetirən bütün faktları, əsasları, sübutları toplayırsınız. Araşdırırsınız, saf çürük edirsiniz. Üçüncü mərhələdə həmin ilkin mülahizənin yenə də ya doğruluğunu, ya yanlışlığını sübuta yetirən yeni faktlar, sübutlar aşkarlayırsınız, toplayırsınız, onları təhlil edirsiniz. Və dördüncü mərhələdə ilkin mülahizənin ya doğruluğunu, ya yanlışlığını əsaslandıran köhnə sübut və faktları yeni sübut və faktlarla müqayisəli şəkildə təhlil edirsiniz. Onları köhnələri tərəzinin bir, yeniləri tərəzinin başqa gözünə qoyursunuz müqayisəli şəkildə. Hansı daha üstündür? Və nəhayət son yeni bir mülahizə ortaya çıxardırsınız. Bax, nitq söyləmək bu Bayesian teoremi kimi bir şeydir. Siz süni intellektdə də dediyim kimi sual verirsiniz. Süni intellekt sizə yeni bir mülahizə ilə gəlir. Sizin səsləndirdiyiniz ilkin mülahizənin, sualın əsasında. Və rasionallıq həssas olmağı tələb edir. Nitq də hər zaman
həssaslıq tələb edən bir məsələdir. Həssaslıqlar barədə mən özümdə yazdım ki, ardıcıllığını itirməyim, yadımdan çıxmasın. Mövzu seçimində həssaslıq, mövzu üzrə nitqin hazırlanması zamanı həssaslıq, nitqin məzmun və üslubunda həssaslıq, üslubunun seçilməsində həssaslıq, situasional həssaslıq, vəziyyət necədir, nədən danışıram? Situasiya nədir? Bədən dili həssaslığı, geyim həssaslığı və bir də auditoriyaya münasibətdə həssaslıq. Auditoriyaya münasibətdə həssaslıq. Var hərfi dinləyicilər. Yəni, onlar sizin sözlərinizi, sizin nitqinizi olduğu kimi də qəbul edəcəklər. Obrazlı ifadələr, bənzətmələr, mübaliğələr, təşbehlər, ironiyalar və s. Biz bundan əvvəl danışmışdıq. Demişdik ki, elə insanlar var, heç öz doğma ana dilində elementar səviyyədə başa düşür. Və belə auditoriya ilə üz-üzəsinizsə, nitqinizi insanların anlaya biləcəyi dilə maksimum yaxınlaşdırmalısınız. Üzürlü sayın dəyərli dostlar, mikrofonumun enerjisi bitdi. Telefonun mikrofonundan istifadə edəcəm. Çünki enerji yığması üçün bir xeyli vaxt lazımdır, müddət lazımdır, bilirsiniz. Beləliklə, fikrimi yekunlaşdırmaq istədim, yarımçıq qalmasın. Deməli, hərfi dinləyicilər. Hərfi dinləyicilər müəyyən həyat şəraitində mütaliəsi az olan insanlardır. Bu, onların günahı deyil bir çox hallarda. Və artıq nitq söyləyən insan nitqini hərfi dinləyicinin istəyinə, anlama, dərk etmə qabiliyyətlərinə uyğunlaşdırmalıdır. Var praqmatik dinləyicilər. Praqmatik dinləyicilər fikri, niyyəti sizi dinləmək olan, sizin nitqinizdən hansısa fayda əldə etmək olan auditoriyalı təşkil edirlər. Bu auditoriyala nitq söyləmək nisbətən asandır. Və praqmatik dinləyicilər bir çox hallarda sizi anlayırlar, başa düşürlər, anlamadıqlarını suallar vasitəsilə aydınlaşdırmağa çalışırlar. Və əgər siz bu auditoriyalar arasında asanlıqla seçim edə bilirsinizsə, sezgiləriniz, duyğularınız kifayət qədər itidirsə, kiminlə necə danışmaq, hansı üsul və metodlarla auditoriyanı sizin səmimiliyinizə inandırmaq qabiliyyətlərinə maliksinizsə, o zaman nitqiniz salist, axıcı və rasional olacaq. Bax, bu məqamları nəzərə almaq nitq səsləndirərkən həddindən artıq önəmlidir. Ümidvaram ki, bu paylaşımlar, əziz dostlar, kimlərəsə bir miskal da olsa, bir barmaq ucu qədər də olsa faydalı olacaq və sizi məlumatlandırmaq istəyirəm sadəcə. Əlbəttə, dəyərli izləyicilərimizin arasında yəqin ki, kifayət qədər bu məsələlər barədə məlumatlı adamlar var. İndi Amerikada, Avropa ölkələrində xüsusi təlimlər keçirilir. Articulation training, yəni fikrini sərbəst ifadə etmə təlimləri, nitq təlimləri. Bunlar çox önəmlidir. Bizdə Azərbaycanda da səhv etmirəmsə kifayət qədər mütəxəssis var bu sahədə və mən özüm də planlaşdırıram gələcəkdə abunəlik prinsipinə əsasən 8-10 mühazirədən ibarət təlim kurslarını hazırlayım, təlim kursunu hazırlayım və onlayn TikTok platformasında
Facebookda səhv etmirəmsə bu mümkündür, yerləşdirim. Burada ödəniş cüzidir, ancaq bilirsiniz, zəhmət tələb edən işdir, əziyyət tələb edən işdir, enerji, zaman itirirsiniz. Peşəkar, natiq olmağı planlaşdıran dəyərli izləyicilərimiz, dostlarımız bu kurslardan yararlana bilərlər. Dediyim kimi, gələcəkdə mən də məxsusi bu məsələyə, mövzuya həsr olunmuş peşəkar bir təlim materialı hazırlamaq niyyətindəyəm. Və bu qədər. Suallarınız olarsa, məmnuniyyətlə cavablandırmağa hazıram. Hər birinizə uğurlar, bol-bol nailiyyətlər diləyirəm və çox arzu edirəm ki, hər hansı bir məkanda, hər hansı bir situasiyada, istənilən zamanda səsləndirdiyiniz nitq sizə xoşbəxtlik, firavanlıq, bol ruzi bərəkət gətirsin. Sizin üçün hər hansı problem, əziyyət və arzu olunmaz hallara səbəb olmasın. Uğurlar.